Salam, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamirli. Bu videoda sizə növbəti sınağı təqdim edəcəm. Əvvəlcə sınağı işləyib, sonra sınağın izahı ilə tanış olmağınız sizin üçün daha faydalı olar. Bu sınaqdan həm MİQ, həm sertifikasiya imtahanına hazırlaşan müdavimlər, eyni zamanda qəbul imtahanına hazırlaşan abituriyentlər də izləyib faydalana bilərlər. Keçək birinci sualımızın izahına. Hansı sözün yazılışı düzgün tələffüzü səhv göstərilib? Yazılışı düzgün, tələffüzü səhv. Canişin düzgün yazılıb, tələffüzü də düzgündür. Deməli, A-nı çıxırıq. Ekspres yazılışı səhvdir, tələffüzü də səhvdir. Burada K səsi olmalıydı. Bu da səhv. Dəstxət səhv yazılıb, bir T ilə olmalıdır. Tələffüzü düz. Burada tərsinədir, ona görə olmaz. Karburasiya bir S ilə yazılmalıdır. Yazılışı səhv, tələffüzündə də K səsi olmalıydı. Demək, bu da səhvdir. Dorağacı düzgün yazılıb, tələffüzü darağacı yox. Dorağacı sözünün tələffüzü elə dorağacı şəklində olmalıdır. Deməli, düzgün cavabımız Y variantı. Hansı variantda komponentləri sadə cümlənin şəxsə görə müxtəlif növləri ilə ifadə olunmuş tabesiz mürəkkəb cümlə var? Demək, tabesiz mürəkkəb cümlə axtarırıq. Bu baxımdan ilk növbədə C-ni çıxaq, B-ni çıxaq. Çünki bu cümlələr tabeli mürəkkəb cümlələrdir. Kötan nə bilir ki, bura ki artıra bilirik, ona görə tabelidir. Bir halda ki, burada da deməli tabeli bağlayıcısı var, bu da tabelidir. Sonra bərk külək əsdi, evin damı uçdu. Deməli, burada hər ikisində müəyyən şəxsli cümlələrdir. Külək əsdi, evin damı uçdu. Deməli, hər ikisində mübtəda var, ona görə ikisi də müəyyən şəxslidir. A variantında çıxırıq. Belə deyirlər, mən sizə inanmıram. Deməli, qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Birinci tərəf qeyri-müəyyən şəxsli, ikinci tərəf müəyyən şəxsli cümlədir. Ona görə də cavabımız olur D variantı. Y-yə də baxaq. Çox axtardım, gördüm deyən olmadı. Mən axtardım, gördüm deyən də mübtəda olmadı xəbər. Deməli, hər iki tərəfi müəyyən şəxsli cümlədir. Bu da düzgün cavab ola bilməz. Cavabımız olur D variantı. Hansı variantda verilmiş sözün leksik mənası yanlış göstərilib? Kompleks vəhdət təşkil edən şeylərin və ya hadisələrin məcmusu doğrudur. Kətil, söykənəcəyi olmayan sadə stul. Bu da doğrudur. Lingvist, lüğətçiliklə məşğul olan şəxs yox. O, leksikoqraf adlanır lüğətçiliklə məşğul olan şəxs. Lingvist isə dilçi. Dilçi tədqiqatçılara verilən adı dilçi, belə deyək də, dil tədqiqatı ilə məşğul olan şəxslərə verilən adı lingvist. Yanlış fikir C variantındadır. Kontekst sözün və ya ifadənin mənasını dəqiqləşdirməyə kömək edən mətn, bu da doğrudur. Rayihə, xoş ətir, gözəl qoxu. E də doğrudur. Cavab olar C variantı. Hansı sözlərin sualı eyni olsa da ümumi qrammatik mənalarının fərqli olduğunu dəqiq demək olar? Demək, sualı eyni, nitq hissələrinin də fərqli olduğunu dəqiq demək olar. Belə variant axtarırıq. Çaparaq, sürətlə, bərkdən. Sürətlə və bərkdən sözləri zərfdir. Amma çaparaq sözü həm zərf, həm də feili bağlama kimi düşünülə bilir. Yəni, bunun zərf olduğunu dəqiq demək olmur. Ona görə A-nı çıxırıq. Sevincək zərfdir. Deməli, qıpqırmızı sifətdir. Gülə-gülə feili bağlamadır. Yəni, feildir. Burada sualları üçünün də necə suallıdır. Amma aid olduğu nitq hissələri fərqlidir. Əminliklə deyə bilirik, bəli. Cavab olur B variantı. Qaçaraq, qaça-qaça bilərək. Burada qaça-qaça və bilərək sözləri feili bağlamadır, yəni feildir. Amma qaçaraq sözünü vurğusu sonda qaçaraq zərf kimi də düşünmək olur. Qaçaraq feili bağlama kimidir. Ona görə əminliklə deyə bilmirik. Çaparaq sözü də bunun kimi sözdür. Ona görə burada da cavab ola bilməz. Dama-dama, deməli feili bağlama da ola bilər. Dama-dama köynək sifət də ola bilər. Daşa-daşa feili bağlama, oxuyaraq feili bağlama. Deməli, dama-dama sözünü əminliklə deyə bilmədiyimiz üçün bu da cavab ola bilmir. Tikə-tikə zərf və feili bağlama ola bilir. Şirin-şirin sifət və zərf kimi ola bilir. 5-5 zərf olur. Deməli, burada da əminliklə deyə bilmədiyimiz sözlər olduğu üçün cavab ola bilməz. Düzgün cavabımız olur B variantı. Bizə mərd, fədakar, istedadlı oğullar lazımdır. Hansı fikri yuxarıda verilmiş nümunəyə əsasən təsdiq etmək olmaz? Demək, biz variantlardan elə bir cavab seçməliyik ki, oradakı qayda doğru olmuş ola bilər, amma bu cümləyə əsasən onu müəyyənləşdirmək olmur. Gəlin baxaq. Həmcins üzvlər fərqli suallara da cavab verə bilər. Bu cümlədəki həmcins üzvlər, demək, mərd,
fədakar, bir də istedadlı. 3 dənə təyin var. Üçü də eyni suala cavab verir. Deməli elə cavabımız budur. Həmcins üzvlərin fərqli suallara cavab verdiyini bu nümunədə görmək olmur. Demək cavab elə budur. Həmcins üzvlərin ifadə vasitələri sözün quruluşu müxtəlif növlərinə aid ola bilər. Bəli, düzəltmə söz də var, sadə söz də var burada. Bunu deyə bilirik əminliklə. Bəzi cümlə üzvləri suala cavab verməyə də bilər. Məsələn, lazımdır sözü suala cavab vermədən xəbər olub. Bunu da demək mümkündür. Sonra cümlədə söz sırası pozularsa inversiya baş verər. Bəli, inversiya var idi burada. Tamamlıq cümlənin əvvəlinə keçib. Bir cümlə özünün bir neçə təyin edicisi ola bilər. Bəli, mübtədanın 3 dənə təyin edici sözü var burada. Cavabımız A variantı oldu. 6-cı suala baxaq. Düzü sınaq çətin idi, ancaq öhdəsindən gəldik. Nümunə ilə bağlı yanlış fikir hansıdır? Budaq cümlənin əvvəl gəldiyi tabeli mürəkkəb cümlədir. Bəli, düzü modal sözlə bağlanan, modal söz və qarşılaşdırma bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlədir. Birinci tərəf budaq, ikinci tərəf baş cümlədir. Deməli, A doğru fikirdir. Bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlədir. Bir dəqiqə, burada nəsə yanlışlıq olacaq. Və budaq cümlənin əvvəl gəldiyi tabeli mürəkkəb cümlədir. Bu fikir doğrudur. Bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlədir. Bu fikir səhvdir. Deməli, buna doğru qoyuruq, buna səhv qoyuruq. Sözün quruluşca hər üç növünə aid nümunə var. Sınaq, düzəltmə, çətin, sadə, öhdəsindən gəldik, mürəkkəb feil. Bu da doğru fikirdir. İlk komponent baş üzvlərdən ibarətdir. Sınaq mübtəda, çətin idi xəbər. Bəli, düzü isə ara sözdür. D də doğrudur. Qarşılaşdırma məzmunlu tabesiz mürəkkəb cümlədir. Tabesiz yox, tabeli mürəkkəb cümlədir. Ona görə demək burada iki yanlış fikir var. Tabeli olmalıydı. Burada yanlışlığa yol verilib. PDF üzərində bu yanlışlıq olmayacaq. Sadəcə izahda var bu. Nəzərə almağınızı xahiş edirəm. Deməli, burada cavabımız olacaq B variantı. Yanlış. Bunu tabeli olaraq nəzərdə tutsaq cavabımız olur B variantı. Səbəb nəticə məzmunlu tabesiz mürəkkəb cümlələrdən birində komponentlər yalnız baş üzvlərdən ibarətdir. Bu il havalar isti keçdi, quraqlıq oldu. Burada ikinci dərəcəli üzv var. Deməli, bunu çıxırıq. Evdə səs-küy olduğu üçün uşaq yuxudan oyandı. Bu ümumiyyətlə sadə cümlədir. Maşınlar şütüyür, insanlar tələsirdilər. Bunlar eyni zamanda baş verib, səbəb nəticə yoxdur. Heç kim bildirməmişdi, mənim xəbərim yox idi. Bəli, komponentlər baş üzvlərdən ibarətdir. Heç kim mübtəda bildirməmişdi xəbər. Mənim xəbərim mübtəda, yox idi xəbər. Yalnız baş üzvlərdən ibarətdir. Bəli, birinci tərəf səbəb, ikinci tərəf nəticə məzmunu ifadə eləyir. E-yə də baxaq, mən onu çağırdım, o məni. Mən onu çağırdım, o məni çağırdı. Deməli, burada səbəb nəticə məzmunu yoxdur. Ona görə də və ikinci dərəcəli üzvlər də iştirak edirdi. Cavab Y də ola bilməz. Yanlış fikri seçin. Mübtəda cümlənin ən zaruri üzvüdür. Bu doğrudur. Sabit söz birləşmələri cümlənin mürəkkəb üzvü ola bilməz. Doğrudur. Sabit birləşmənin içərisinə həqiqi mənalı başqa bir söz əlavə etsək, o artıq sərbəst söz birləşməsinə çevrilir. Ona görə B variantı doğrudur. Cümlədə mübtəda yoxdursa, xəbər sintaktik əlaqədə yalnız asılı tərəfdir, yox. Mübtəda yoxdursa, xəbər yalnız əsas tərəfdir. Xəbər çünki yalnız mübtədadan asılı tərəf olur. Mübtəda olmadığı zaman xəbər yalnız əsas tərəf olur. Cavabımız elə olacaq C variantı. İsmi birləşmələrin əsas tərəfi təsriflənməyən feillərlə ifadə oluna bilər. Doğru fikirdir. Ümumi şəxsi cümlələrin mübtədası ola bilməz. Doğru fikirdir. Cavab oldu C variantı. Düzgün yazılmış sözlərin sırasını göstərin. Əlahəzrət düzdür, ekstremal burada E ilə yazılmalıydı, etüd düzdür. Deməli, bir sözə görə A olmaz. Girdab düz, instinkt düz, əczaçı düz. Cavab olur B variantı. Qiyafə düz, kitabə düz, keşməkeş E ilə yazılmalıdır. Olmaz. Qonorar yox, qonorar yazılır. O olmalıydı. Konfigurasiya düz yazılıb, kinematograf E ilə yazılmalıydı. Bu da olmayacaq. Qahmar düz, müşayiət yox, müşayiət. Burada səhvlik var. Mücəssəmə düz. Deməli, bu da olmayacaq. Cavab oldu B variantı. Axırıncı sualın izahına baxaq. Hansı sıradakı mürəkkəb sözlərdən yalnız biri düzəltmədir?
üzr istəyirəm, hansı sıradakı sözlərdən yalnız bir mürəkkəb sözü artıq gedib burada. Yalnız biri düzəltmədir. Dülgər sadə, kimyəvi sadə, sevincək, düzəltmə. Deməli, cavab olur elə A variantı. Qırqızıl mürəkkəb, dağınıq sadə, alnı açıq mürəkkəb. Deməli, burada düzəltmə yoxdur ümumiyyətlə. Azarbezar mürəkkəb, mənəvi sadə, inişil sadə. Burada da düzəltmə söz yoxdur. Savaşmaq sadə, sırağa gün sadə, alabula mürəkkəb. Olmaz. Dalaşmaq, dalamaqdan dalaş, düzəltmə. Barışmaq sadə, atışmaq düzəltmə. Deməli, burada isə 2 düzəltmə söz var. Bu da cavab ola bilməz. Cavabımız olur A variantı. Bu dəfəki sınağın da izahı bu qədər. Ümid edirəm sizə faydalı olur. Növbəti izahlarda görüşərik. Hələlik.